Salam, hər vaxtınız xeyir olsun. Mən Həcər müəllimə. 24 iyun tarixində biologiya müəllimlərinin sertifikasiya imtahanı keçirilmişdir. Söz verdiyim kimi sizə sualların izahını təqdim edirəm. PDF halında götürmüşəm, Camal müəllim təqdim eləmişdi, sağ olsun. Camal müəllimin kanalından götürmüşəm PDF-i, yəni mənim hazırladığım deyil, müəllimin əziyyətidir. Mən də onun üzərində izahını verməyə çalışacağam. Birinci sual. DNT molekulunda adenin nukleotidlərinin guanin nukleotidlərinə olan nisbəti 2-nin 1-ə nisbəti kimidir. Bu o deməkdir ki, adenini məsələn 2x deyə, guanini isə x deyə götürsəz. 2-nin 1-ə nisbətində. O zaman timin də 2x qədər olacaq, sitozin də x qədər olmuş olacaq. Və bu molekulda cəmi 102 nukleotid olarsa, ümumi hidrojen rabitələrinin sayı nə qədər olur? Demək, hidrojen rabitələri bərabərdir. 2 adenin üstə gəlsin, 3 guaninlə gedə bilərsiniz. Hidrojen rabitələrini tapmaq üçün. Amma öncəliklə burada nukleotidlərin sayını tapırıq. 2x, 2x, 4x, x də bu. Eləcə 6x. 6x bərabərdir 102. Bir dəqiqə, x-in də qiymətini hesablayaq. Demək, 102-ni bölsəm 6-ya 17. X də eləcək 17. X 17-dirsə, deməli, guanin və sitozinlərin hər birindən 17 dənədir. Amma adenin və timinlərdən isə 34 dənədir. Yəni, ümumi nukleotidlərin sayı 102-dir. 102-nin üstünə gələrsiniz. Bir dənə guaninin sayını 17-ni. Eləcək 119. Düzgün cavabımız A variantıdır. İkinci sual, kərtənkələnin yumurtalığının yetişmə zonasının sonunda 5 qamet alınmışdır. Əgər yumurtalığın sonunda 5 qamet alıbsa, deməli 5 dənə başlanğıc hüceyrə daxil olmuşdur. 5 qamet yazırıq. Bu qametlərdən 3 dənəsi X cinsi xromosomlu qametdirsə, deməli digər 2 dənəsi də Y cinsi xromosomlu qamet olmuş olacaq. Y-i biraz yaxşı yazmadım, düzəldim. Y cinsi xromosomlu qametlərimiz də olacaq 2 dənə. Neçə yönəlci cisimcik Y cinsi xromosomunu daşıyacaq? Başlanğıc hüceyrə üstə gəlsin X-in qameti bərabərdir Y-in yönəldicisi. Az qala hər canlı yaymamda dediyim düsturdur. Başlanğıc hüceyrə 5-dir, X-in qameti 3-dür. Topladıqda eləcək 8. Düzgün cavabımız olacaq C variantı. Üçüncü sual, Günəbaxanın səbət çiçək qrupunda cəmi 1000 ədəd çiçək vardır. Bunlardan 100-ü dilcikdirsə. 1000 dənə çiçək var, bunun 100 dənəsi dilcikdirsə, deməli 900 dənəsi də olacaq boru şəkilli çiçəklər və deyir ki, burada maksimum neçə çiçəkdə maylanma gedər? Maksimum ona görə deyir ki, yəni bütün çiçəklərin maylanma getdiyini nəzərə alaq. 900 dənə boru şəkili varsa 900 dənə çiçəkdə maylanma gedəcək və maylanmada neçə hüceyrə iştirak edir? Örtülü toxumlarda bir çiçəyin maylanmasına 4 hüceyrə iştirak etdiyinə görə 900 də vurarsınız 4-ə, eləyəcək 3600. Hansı canlının ürəyinə vena damarı gəlmir? Buğumayaqlar tipinin nümayəndələrinin ürəyinə vena damarı gəlmir. Burada da cavab olacaq may böcəyi. Burunla qırtlaq arasında qalan sahənin iltihablaşması prosesi adlanır faringit. Müəllimlərin bir çoxu bunu angina və yaxud da laringit deyə qeyd ediblər. Laringit qırtlaq hissənin iltihabıdır. Angina isə badamcıqların üzərinin həmin o ağaq nöqtələrlə olan iltihabı idi. 6-cı sual, verilən fikirlərdən hansı quşlara aiddir? Neçə dənəsi quşlara aid olduğunu seçirik. Bir, quşlar istiqanlı heyvanlardılar. Sağ aorta qövsünə malikdirlər. Diri bala doğma heç bir quşda yoxdur. Ürəyinə qarışıq qan gəlməsi heç bir quşda yoxdur. Amma inkişafları düzünədir. Çünki onurğalılarda İstiqanlarda dolayı inkişaf yox idi. Düzgün cavabımız olacaq B variantı. 7-ci sual, verilənlərdən hansı glukozanın parçalanmasının ikinci mərhələsində, yəni glikoliz mərhələsinə aiddir? Glikoliz mərhələsində oksigen iştirak etmir. Zaten buna görə adı oksigensiz parçalanmadır. 36 deyil, burada 2 molekul ATF əmələ gəlirdi və sitoplazmada baş verir. Karbon qazı əmələ gəlir, yox. Karbon qazı hələ hidroliz mərhələsində əmələ gələcək. Mitoxondri daxilində baş verəndə hidrolizdir və proses glikoliz adlanır. Düzgün cavabımız A variantı.
Hansı xəstəliyi həm bakteriyalar, həm viruslar, həm də bir hüceyrəlilər törədir? Söhbət meningitdən gedir. Virus, bakteriya və parazit bir hüceyrələr tərəfindən törədilirdi. 10-cu sinif epidemiologiyada verilmişdir. 9-cu sual gen, genom, xromosom mutasiyalarına aid olanları seçirik. Gen mutasiyaları, nöqtəvi mutasiyalar dediyimiz maddələrin mübadiləsinin pozulması nəticəsində əmələ gələnlər. Məsələn, gen mutasiyalarına buradan hemofiliya aiddir. Bir də talisemiya aid olsun. Oy, iyiydi bu. Talisemiya aiddir. Genom mutasiyaları xromosomlarda say dəyişikliyi ilə bağlı olan mutasiyalardır. Məsələn, poliploidiya xromosom dəstinin 3 və daha artıq dəfə artırılması, yəni 3 dəfə deyəndə ki, 2 və daha artıq dəfə artırılmasından, yəni 3-ün üzü yuxarı hamısı. Down sindromu isə genomun aneuploidiyasına aiddir. Yəni burada xromosomlar bir vahid və yaxud da bir neçə vahid dəyişir. Xromosom mutasiyaları isə xromosomun quruluşu ilə bağlı olan mutasiyalardır. Xromosom sahəsinin ikiləşməsi, xromosom sahəsinin itməsi, 180 dərəcə çevrilməsi, qeyri-homoloji xromosomlarda yerdəyişmə etməsi və beləliklə də variantımız olacaq A variantı. Anodontada olub, soxulcanda olmur. Anodonta aid idi mollyuskalara, soxulcan aid idi həlqəvi qurdlara, sinir düyünü, sinir sistemi, qan damarı, ifrazat orqanları hər ikisində var. Sadəcə qaraciyər ilk dəfə mollyuskalarda yaranmışdır, amma həlqəvi qurdlarda rast gəlinmir. 11. Şəkər xəstəliyinə aiddir. Şəkər xəstəliyi irsən ötürülür, şəkərə meyillilik vardır. Mədaaltı vəzin daxili sekresiya, yəni insülin hormonunun sintezinin pozulması nəticəsində yaranırdı. Xarici deyildi, ona görə 3-ü götürmürük. Şəkərin qanda olan miqdarının dəyişməsidir. Bəli, bu da doğrudur. İnsülin hormonunun az ifraz olunması nəticəsində şəkərli diabet yaranır. Yəni düzgün cavab variantı A variantıdır. 12. Hansı iki ləpəli bitkidə ehtiyat qida maddəsi endospermdə toplanır? Bunu hazırlıq vaxtı bəlkə bir 500 milyon dəfə demişdim ki, qaymaq çiçəyi və üç rəng bənövşədə iki ləpəli olsalar da toxumları 3 hissədən ibarətdir. Qabıq endosperm və rüşeymdən ibarətdir ki, bunlarda endospermə rast gəlinir. 13-cü sual hamını yandırıb yaxan sual. Parabüzən demək 1-9-cu sinifdə fəaliyyət bölməsində verilib arkadaşlar. Bir də 7-ci sinifdə var ki, parabüzən mənələrlə qidalanır. Yekun fərdi 4000 mənənə yeyirdi. Sürfəsi 1000 mənənə yeyirdi. O zaman ontogenezində parabüzən 5000 mənənə yeyir. Bu şey mənənə yeyirsə, deməli birinci pillədə bitkidir. İkinci pillədə mənənə olacaq. Üçüncü pillədə parabüzən olacaq. Ona görə düzgün cavabımız parabüzən olacaq. 14. Qabarıq linza hansı xəstəliyin müalicəsində istifadə olunur? Linza qabarıq, toplayıcı, müsbət eynəkdirsə, deməli uzaqdan əşyanın xəyalı uzağa düşüb ki, o zaman onu torluq işanın üzərinə salmaq üçün istifadə olunur. Yəni düzgün cavabımız olacaq uzaqdan görmə. Videonun sonunda bununla bağlı bir fikrimi də qeyd edəcəm. 15. 8 bağırsaq hüceyrəsində neçə cinsi xromosom var? Bağırsaq bir somatik hüceyrə olduğuna görə hər somatik hüceyrədə də 2 dənə cinsi xromosom olanda 8-i 2-yə vuracaq eləcək 16 dənə cinsi xromosom var. Sinir toxumasının müəyyən sahəsində 19360 autosom xromosom var. Sinir toxuması neyron üstəgəlsin peyk hüceyrələrinin cəmindən ibarətdir. Bir neyron ətrafında 10 dənə peyk hüceyrə olanda burada 11 dənə sinir hüceyrəsi olmuş olur. Biz birinci 19360'ı bölərik. Neyron bir autosom xromosomlarını istəyirsə əgər bizdən bir somatik hüceyrə olduğuna görə onda autosom xromosomu 44 dənədir. 44'e böləndə 440 dənə autosom xromosoma böləndə ümumiyyətlə neyronda peykidə 440 dənə sinir hüceyrəsi olmuş olur və bu 440'ı 11x-ə bərabər edirik. X-in qiymətini tapırıq 40. 40 dənə neyron var burada demək və 400 dənə də peyk hüceyrəsi var deməkdir. Və bizə də deyir ki, neyronlarda deyil də orada belə idi cümlə. Aksona malik olan hüceyrələrdə neçə xromosom olar? Yəni bu 40 dənə tapmışıq, 40'ı vurarıq 46'ya. Bu da eləyirdi 18.400, 1840 değildi deyəsən.
40-ı vuranda 46-ya, hə 1840 idi, mən səhv vurdum. 1840 dənə xromosom saymaq olar. 17. Həşəratlarla çarpaz tozlanma hansı geoloji dövrdə rast gəlir? Bunun dəfələrlə demişdik ki, biotik amillərlə tozlanma mezozoyun təbaşirində rast gəlinir. Hansında növ sayı daha çoxdur? Deməli, kateqoriyaların belə deyək də, kateqoriyalar yüksəldikcə onlarda olan növlərin sayı da çox olmuş olur. Ona görə tip bunların içərisindən ən yüksəkdə durandır. Ona görə də tipdə növ sayları daha çox olmuş olacaq. Uyğunluğu müəyyən edin. Birincili məhsul, ikincili məhsul. İlkin məhsul, ikincili məhsul dediyimiz nədir? Birincili məhsul bitkidir. İkincili məhsul isə yerdə qalan digər canlılardır. İlkin məhsul ona görə deyirik ki, onlar günəş enerjisindən bilavasitə istifadə edib üzüm maddə hazırlayırlar. Deməli, ilkin məhsula aid olacaq buradan xlorella, siyanobakteriya, fotosintez edənlər, yox, siyanobakteriya yox. İçək tutan, maya göbələyi yox. İkincili məhsul, bu verilənlərin içərisində səhv eləməmsə, nəsə variantlarda bir uyğunsuzluq gördüm, elə bir. Maya göbələşləri, A, D, B, Y. A, D, siyanobakteriya deyirik. Birincili məhsul fotosintez edənlər. A, D, C, B, Y deyə qeyd edə bilərik. 20-ci sual, mamırın cinsi nəslinə aid deyil. Mamırın cinsi nəsli yetkin fərdi özüdür və qutucuq isə onun qeyri-cinsi, yəni sporofit nəslinə aiddir. Hansı xəstəliyin meydana çıxmasında iştirak edən qametdə 2 cinsiyyət xromosomu olur? Əgər 2 cinsi xromosomdursa, söhbət Klinefelterdən gedir. Çünki onun cinsi xromosomları 3 dənədir. Buna görə də hər hansı bir qametdə 2 cinsi xromosom olub ki, Klinefelter sindromu əmələ gəlmiş olur. 22. İnsanın sol qulaqcıq boşluğuna bitişik olan damarların sayı n olarsa, sol qulaqcıq boşluğumuza cəmi 4 dənə damar birləşir. Ağciyər venaları deyildi. Ürəyə bitişik olub içərisində arterial qan daşıyan damarların sayı desə, bu da demək 5 dənə damardır. Bunun 4 dənəsi ağciyər venalardır. Vena, bir dənəsi də aortadır. Yəni bu n əgər 4-dürsə, biz 5 almaq üçün üzərinə də 1 gəlmiş olacaq. 23. Canlıların çoxalmasını hansı elm öyrənir? Fiziologiya elmi öyrənmiş olacaq. Verilənlərdən hansı zulalların funksiyasına aid deyil? Zulallar digərlərinə görə daha çox funksiya yerinə yetirilir, amma genetik deyə bir funksiyaları yox idi. 25. İnsan asqaridi miqrasiyası zamanı bağırsaq venasından ilk hansı orqana gəlir? Bağırsaq venasından düşəndən sonra qaraciyərin qapı venasından gəlir. Ona görə düzgün cavabımız olacaq qaraciyər. 26. Virusların törətdiyi xəstəlik deyil, vəba bakteriyal xəstəlikdir. 2. Diheterozigot fərdin çarpazlaşması zamanı alınan genotip sayı fenotip sayından 7 vahid çoxdursa, bax, bunu axırıncı canlı yayımda demişdim, sertifikasiya dəstək məqsədi ilə açdığım. 2 diheterozigot fərd çarpazlaşıbsa, genotipimiz həmişə 9-dur. Əgər fenotipdən, yəni genotip çıxılsın, fenotip bərabərdir 7-dirsə, bu 9-dur. Deməli, burada 2 fenotip var imiş ki, bu ikisinin fərqi 7 eləyib. 2 dənə fenotipi harda görürdük? Genlərin komplementar təsiri. Ətirli noxud bitkisində ağ, bir də qırmızı rəngli çiçəkləri olan bitkilərin əmələ gəlməsi. Ona görə düzgün cavabımız D variantı olacaq. 28. Şəkildə 3 rəqəmi ilə göstərilib. 3 yox, burada x olmalıydı. Belə bir şey yazmışdım. Müəllif sağ olsun, belə bir şəkil yerləşdirib. Söhbət gedir hərəki sinir lifindən. Çünki 1 hissi sinirdir. Burada düyünü var. 2 ara neyrondur. 3 isə olacaq hərəki sinir. Yəni mərkəzdən çıxan hissə. 29. Günəş enerjisini kimyəvi rabitə enerjisinə çevirmir. Deməli, günəş enerjisindən istifadə etmir. Çünki azot bakteriyaları xemosintez edicidirlər. 30. İnsanın ontogenezi zamanı ağız boşluğuna cəmi neçə diş çıxır? Ontogenez dedikdə bütün ömrü boyu çıxan dişlər nəzərdə tutulur. 20 dənə süd dişi kimi çıxır. Sonra 32 dənə dişimiz çıxır. Yəni bu süd dişləri töküləndən sonra ömrü boyu insanın ağzına çıxan olan dişlər
52-də nə olacaq? 31. Növbəti başı bəlalı suallardan biri şəkildə verilən canlıda degenerasiyaya uğrayıb. Demək, əziz müəllimlər, degenerasiyaya uğrayıbsa həmin orqanın itməsi deməkdir. Düzdür, bu rudiment halında, qalıq halında qala bilər. Qalıq özləri də bunlar degenerasiya nəticəsində yaranırlar, amma degenerasiyaya uğrayıb deyəndə tamamilə itib getməsi nəzərdə tutulur. Burada məsələn arxa ətrafın qurşağını yazan müəllimlər çoxdur. 10-cu sinif makro təkamüldə burada qurşaq hissənin rudiment halında qaldığını görürük. Amma arxa ətrafların sərbəst hissələri yoxdur. Baxın, yoxdur. Ona görə də degenerasiyaya uğrayan arxa ətrafın sərbəst hissəsi olacaq. 32. Şərtsiz reflekslərə aid deyil. Aid deyilsə, deməli biz şərti refleksləri götürəcəyik. İnsanın işıqforun rənginə reaksiyası, işıqforun rənginə reaksiyası sonradan qazandığımız bir vərdiş olduğuna görə bu şərtidir. Fərdi xüsusiyyətlər daşıyır, fərd üçün xarakterikdir də deyə bilərik. Bu şərti refleksdir. Orqanizmin daxili mühitinin sabitliyini qoruyur, şərtsiz. Südlə dolu butulkanı görən körpə uşaqda ağız suyunun ifraz olunması şərti refleksdir. Süd qabını gördükdə uşaq anasının ona yemək verdiyini düşünür və buna görə də ağız suyu ifraz olunur. Limonu yedikdə, day ağzında limon varsa ağız suyu ifraz olunmalıdır da, buna görə şərtsiz refleksdir. 1, 2, 4 düzgün cavabımız olacaq. 33. Meyvə bağları haqqında verilənlərdən hansı yanlışdır? Meyvə bağları agrosinozlara aiddir, yəni süni biogesinozlardır. Burada maddələrin təbii dövranı tam həyata keçmir. Bu doğrudur. Süni ekosistemlərlər insan tərəfindən yaradılıb, ətraf mühit şəraitində davamsızdırlar. Bunlar da doğrudular. Enliyarpaqlı ekosistemdən daha zəngindir. Səhv xatırlamıramsa cümlə belə idi ki, enliyarpaqlı meşəyə nəzərən növ müxtəlifliyi daha çoxdur. Belə bir şey olmalıydı. Yenə də bu variant da düzgündür, amma mən səhv xatırlamıramsa cümlə belə bir şey idi. Yəni insanın yaratdığı aqrosinozlar təbii biogesinozlardan daha davamsızdır. Növ sayları azdır. Ona görə də burada düzgün cavabımız olacaq D variantı. 34. Şəkildə hansı proses göstərilmişdir? 11-ci sinif dərsliyindən təbii seçmənin stabilləşdirici formasına aid olan qrafik verilib. Baxın, kənar hədlərə təsir edir. Kənar hədləri çıxdaş edirlər. Tədricən məhv olur və stabil, orta göstərici qalır. Buna görə də olacaq stabilləşdirici seçmə. 35. Cədvəldə üzüm maddələrinin həzmə məruz qaldığı şöbələr göstərilmişdir. XY həzm kanalının müvafiq şöbəsidir. X-də yağ, zülal parçalanmır, sadəcə karbohidrat parçalanır. Deməli, X ağız boşluğudur. Çünki ağız boşluğunda ancaq karbohidrat parçalanır. Y-də zülal da, yağ da karbohidrat, yox, zülalla yağ parçalanıb, karbohidrat parçalanmayıb. O zaman bu olsun mədə, çünki karbohidratlar bir ağızda, bir bağırsaqda parçalanır. Bura mədə yazarıq. Z-də isə hər üçü parçalanıbsa, Z demək ki, bağırsaqdır. Və beləliklə də düzgün cavab olacaq A variantı. 36. Karpachenko metodu nə üçün tətbiq edilir? Karpachenko metodunu xromosom dəstini artırmaqla dölsüzlüyü aradan qaldırmaq üçün tətbiq edilir. Adətən bitkilərdə tətbiq edilir dölsüzlüyü aradan qaldırmaq üçün. Amma bu demək deyil ki, onu heyvanlarda məsələn poliploid formalar yoxdur. Heyvanların da poliploidi var. Karpachenko tətbiq edilib demirəm. Poliploid formalara rast gəlinir. Hər birində 9 hüceyrə olan Ulotrix və Spirogirada cəmi neçə hüceyrə suyu oksigenlə zənginləşdirir? Əgər Ulotrixin 9 dənə hüceyrəsi varsa, bunun biri substrata yapışan, 8 dənəsi isə yaşıl hüceyrədir. Spirogiranın 9 dənə hüceyrəsi varsa, elə 9-u da yaşıldır. Yəni 8 üstə gəlinsin 9, eləcək 17 dənə, düzgün cavab C. 38. 4 eyni yumurta ikizinin əmələ gəlməsində neçə qamet iştirak edir? Söhbət eyni yumurtadan gedirsə, bir yumurta görə bir dənə də spermatozoiddən əmələ gəldiyinə görə cəmi 2 qamet iştirak edir. 39. Verilənlərin hansının yerini dəyişsək, uyğunluq doğru olar. Penisil və maya göbələyinə aid müqayisə verilib. Bu rəqəmlərdən ikisi yerində deyil. Məsələn, çift göbələyidir, penisil, doğrudur. Bir hüceyrəlidir, penisil yox, çox hüceyrəlidir. Maya göbələyi bir hüceyrəlidir, yəni 2-nin yeri doğru deyil.
Çox hüceyrəlidir, maya göbələyinə yazıb, amma düz deyil, maya göbələyi bir hüceyrəlidir. Tumurcuqlanma yolu ilə çoxalır, bu düzdür, maya göbələyindədir. Dərman istehsalında istifadə olunur, məsələn, antibiotiklərdən istifadə olunur, penisildən. Ona görə 2 və 3 düzgün cavabımız olacaq B. 40-cı sual. Hər ikisinin diploid xromosom dəsti 48 olan iki fərqli növ bitki çarpazlaşdırılıb. Cədvələ əsasən X və Y-in cəmini istəyir bizdən. Hər ikisinin diploidi 48-dir. Karpaçenko əmi nə deyirdi? Deyirdi ki, 2n üstə gəlsin, 2n yazaq. Və bunun da cəmi olmalıdır 4n. Yəni birinin 2n-i 48-dir, digərinin də 2n-i 48 olanda eləcək 96. Dölsüzlüyü aradan qaldırdıqdan sonra Rüşeymin xromosom dəsti olacaq 96. Dölsüzlüyü aradan qaldırılmamışdan öncə isə bunların enlərini görüşdürüb demək. O zaman birinin eni 24, digərinin də eni 24, x-in qiyməti olacaq 48. 48 ilə 96-nı toplayanda, laf buradan yazaq, 48 üstə gəlsin 96 bərabərdir 144 olmuş olur. Ardıcılığı müəyyən edin, bu qəşəng sual idi. Demək, qarşılıqlı münasibətlər verilib. Bu, keçən ilmikdə düşmüşdü. Bunu rahat yadda saxlamaq yolunu həmin videoda qeyd eləmişdim. Birinci, məsələn, belə xətlər çəksək, bura. İndi burada nömrələr var idi. 1, 2, 3, belə bir nömrələr də olmalıydı. Demək, birinci, bir tərəf üçün neytral, bir tərəf üçün zərərli, daha doğrusu bir tərəf üçün neytral. Söhbət amensializmdən gedir. Məsələn, şam ağacının heç vecinə deyir ki, onun çətirinin altında qalanlar, işıqsevər ot bitkilər məhv oldular. Ona görə bir amensializm idi. 2. Hər iki tərəf üçün müsbət. Bunu Müller araşdırmışdı. Heckel-Müller qanunundakı Müller. Müller mutlu kişi idi. Mutualizm, hər iki tərəf bundan fayda götürmüşdü. Üçüncü tərəf, bir tərəf üçün faydalı, bir tərəf üçün neytral konvensializm idi. Məsələn, bundan qabaq, imtahandan bir gün qabaq müəllimlər üçün sınaq paylaşmışdım. Orada buna aid bir sual qeyd eləmişdim. Həmin o hissədə də bunu elə vurğulamışdım. Məsələn, bir balinanın, bir köpək balığının ətrafında balıqlar gəzirsə, xırda balıqlar. O, köpək balığı üçün neytraldır, amma həmin balıqlar üçün faydalıdır ki, özlərini yırtıcılardan qoruyurlar. Deməli, düzgün cavabımız olacaq burada A variantı. 42. Aşağıdakı qrafikdə bir populyasiyada fərd sayının zamandan asılılıq qrafiki verilmişdir. Verilən fikirlərdən hansı yanlışdır? Düzdür, oradakı qrafik çox kobud, çox səliqəsiz çəkilmişdir. Məsələn, bu xətlər yox idi. Hansı hissə, hansı rəqəmlə, hansı intervalı göstərir, çox da yaxşı seçilmirdi. Müəllim sağ olsun, burada qəşəng qrafik təqdim eləyib. Hansı yanlışdır, onu axtarırıq. 0-1 aralığında doğum sayı artmışdır. Əgər biz qrafikin artım istiqamətini görürüksə, demək ki, burada doğum sayı artıb. 2-3 zaman aralığında doğumla ölənlərin fərd sayı bərabər olub. 2-dən 3-ə qədər baxıram ki, artım var burada, bərabər olmuyor. Bərabər olsaydı bu şəkildə olmuş olardı. Ona görə yanlışdır. 3 və 4 aralığında populyasiyanın qida çatışmazlığı ola bilər. Fərdlərin sayı azalıbsa, qida çatışmazlığı ola bilər. 1-2 zaman aralığında ölən və doğulan sayı bərabərdir. Həqiqətən bu hissədə demək sabit göstərir. Deməli 1-2 zaman aralığında doğumla ölüm sayı bərabərdir. 0-1 zaman aralığında qida miqdarı bol olub. Demək olar, əgər fərdlərin sayında artım varsa, qida miqdarı da bol olub demək olar. 43. Verilənlərdən hansı xarici qulağa aid deyil? Xarici qulaq neymiş? Qıcığa aid deyil. Xarici qıcıq ümumiyyətlə kənardan bizi kimsə əsəbləşdirərsə olar. Daxili qıcıq isə məsələn qanda tiroksin miqdarının artması ürək döyüntüsünə təsir edir. Bu daxildən gələn qıcıq idi. Evglenanın işığa doğru getməsi olar, amöbin duz kristalından uzaqlaşması, spermatozoidin yumurta hüceyrəyə tərəf hərəkət etməsi və s. Bunlar isə xarici qıcıqlara aid olan nümunələrdir. 44. Cavabları uyğunlaşdırın. Kərtənkələ, qurbağa və neştərçə. Ön ətraf qurşağına 7 sümük aiddirsə, söhbət qurbağadan gedir. Həqiqi qabırğaları varsa, kərtənkələdir. Qurbağanın yalancıdır. Yenə də A yazdım. B. Həm dəri, həm də ağciyərlərlə tənəffüs edir. Söhbət qurbağadan gedir. Qurbağada çünki bilirsiniz, nəm dəri tənəffüsdə iştirak eləyirdi.
Qəlsəmə ilə tənəffüs eləyirdi neştərçə. Döş qəfəsi buradan bir dənə kərtənkələdə var idi. Buna görə də düzgün cavab variantı A variantı olacaq. 45. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Qaraciyər və böyrək üçün uyğunluq istəyir bizdən. Daxili maye mühitinin tənzimlənməsində iştirak edir. Daxili maye mühitinin hər ikisi tənzimləmədə iştirak edir. Çünki maddə mübadiləsini həyata keçirirlər. Məsələn, böyrəklər artıq duzları çıxardır, qaraciyər qandan şəkəri depolayır özündə. Buna görə də maddə mübadiləsinin tənzimlənməsində iştirak edir daxili maye mühitində. Yalnız arterial qan daxil olursa bu böyrək olacaq. Çünki qaraciyərə həm arterial, həm venoz, qarın aortasından arterial, bağırsaq venasından isə venoz qan daxil olur və qaraciyərdən də bir dənə çıxarıcı vena çıxırdı. Həm arterial, həm də venoz qan daxil olur, söhbət qaraciyərdən gedir. Vena damarları daxil olur, yenə də qaraciyərdir. Çünki böyrəklərə ancaq arteriya damarı daxil olur. Buna görə də düzgün cavabımız olacaq A variantı. İnsanın embrionunda quyruğun olması embriondadırsa bu quyruq embrionoloji dəlildir. Çox müəllim bunu atavizm deyə qeyd edib. Arkadaşlar, əgər quyruqlu doğulma varsa atavizmdir. Embriondadırsa embrionoloji dəlildir. Bu dərsdə çox vurğuladığım bir hissələrdən idi. Elə şübhələnirdim ki, oradan sual gələcək. 47. Günün uzanması hansının ətrafa daha çox oksigen xaric etməsinə səbəb olar? Oksigen xaric edirsə, günəşdən enerji alır demək, söhbət produsentlərdən gedir. 48. Hansı bakteriya fotosintez edərkən hidrogen mənbəyi kimi sudan istifadə edir? Bu siyanobakteriyalardılar. Hidrogen mənbəyi kimi sudan istifadə edən bir dənə oydu. 49. Hansı öz funksiyasını hüceyrə mühtəviyyatı dağıldıqdan sonra yerinə yetirir? Ksilema borulardılar ki, onlar, məsələn, bu şəkildə borular, hüceyrələr düzülür. Onların elə bir şey, çoxlu hüceyrələr var da burada bu şəkildə. Onlar öldükdən sonra ara kəsmələri dağılır və bunlar bir boruya çevrilirlər. Ona görə də cavabımız olacaq ksilema boruları. Və 50. Kənaf bitkisinin endospermi XXX ola bilərmi? Kənaf dişi homoqamit, erkək heteroqamitdir. Əgər rüşeym kisəsini qursaq, kənafın rüşeym kisəsi yalnız X-lərdən qurula bilər. Çünki onun cinsi xromosomu XX idi. Axtarırsız 10-cu sinif cinsiyyətin genetikası bölməsində verilib. Mərkəzi hüceyrədə XX-dir. Amma bu X və yaxud da Y olan iki tip spermi verə bilər. Əgər spermilər X-dən əmələ gəlibsə, bu X-lərdən biri mərkəzi hüceyrə ilə mayalandıqda X endospermi əmələ gətirə bilər. Buna görə də düzgün cavabımız olacaq, ola bilər. Hətta bunu mən sonuncu canlı yayımda müəllimlərə dəstək məqsədi ilə açdığım canlı yayımda izah eləmişdim. Qaralama vərəqimi tapsam, hə. Son olaraq sualların izahından sonra belə bir şeylər deyim sizin üçün. Canlı yayımda not almışdım özüm üçün. Dedim ki, imtahandan sonra yoxlayarsınız. Elm sahələri demişdim, düşdü, fiziologiya. Sinir sistemi demişdim, sinir sistemindən refleks qövsü düşmüşdü. Üçüncü, ali sinir demişdim. Ali sinir sistemindən şərtsiz reflekslər düşmüşdü. Qan damar sistemi demişdim. Qan damar sistemindən sual var idi. Sonra epidemiologiya demişdim. Epidemiologiya virus bakteriyaların xəstəlikləri var idi. Qurbağa demişdim. Qurbağa. Lövhədə qeyd eləmişəm. Canlı yayımı açıb baxa bilərsiniz. Qurbağadan sual var idi. Gözün qüsuru demişdim. Göz qüsuru. Hətta dedim ki, qüsuru yaxından görmə, uzaqdan görmə ilə bağlı sual olma ehtimalı var. Sonra demək, tənəffüs demişdim. Tənəffüsdən sual var idi. Genetikadan hətta canlı yayımda genotip çıxılsın, fenotip bərabərdir 7. Bunu şəxsən izah elədiyim yadımdadır. DNT məsələ demişdim. Məsələ düşmüşdü. Askarit demişdim. Askaritlə bağlı sual var idi. 12. Başqa nə idi dediklərimdən? Demək ki, xatırladığım qədər. Kənafı izah eləmişdim çiyələk nümunəsində, yəni bu tipdə bir şey izah eləmişdim, var idi. Və belə, bunları qeyd eləməkdən məqsədim
öncə görücü deyiləm, amma hansı suallar düşə bilər onları öncədən təxmin eləmişdim və 6-cı gün idi, ayın neçəsi idi? 21 idi deyəsən. Hə, 21-i canlı yayım açmışdım. O canlı yayımda bunları izah elədim və dedim ki, bunlara mütləq şəkildə baxın. MİQ imtahanı öncəsi də yenə bir canlı yayım açacağam. Yenə də ehtimal etdiyim mövzuları qeyd eləyəcəm. İnşallah ki, həmin mövzular ətrafında da suallar düşər və siz də rahatlıqla cavablandıra bilərsiniz. Və son olaraq sertifikasiya imtahanında uğur qazanan bütün müəllimləri təbrik edirəm. Öz müəllimlərim də daxil olmaq şərti ilə hər birinizə növbəti uğurlar arzulayıram. Növbəti sertifikasiya imtahanına qədər daha çox uğurlarınız olsun. Növbəti sertifikasiya imtahanlarında da istədiyiniz yüksək nəticələri əldə etmiş olasınız inşallah ki. İmtahandan kəsilənlərə də deyirəm, üzülməyin. Növbəti il üçün inşallah ki, sentyabr ayından sertifikasiyadan kəsilən müəllimlər üçün qrup açmışam dünəndən. Müraciətlər qəbul olunur. Artıq xeyli sayda müəllim müraciət eləyib. Sizlər də gecikmək istəmirsinizsə, sertifikasiya imtahanında mənimlə hazırlaşmaq istəyirsinizsə, indidən müraciət edə bilərsiniz. Hələlik sağ olun.